Eremik test toplusundan bağlayıcı bölməsinə 32-ci sualın izahı uyğunluğu müəyyən edin. Tam cavab istəyir bizdən. Doğrunun altından doğru, uyğunluq istəyirsə yanlışdan yanlışı tapmalıyıq. Birləşmə bağlayıcılarından heç biri həmcins xitablar arasında işlənə bilmir. Bu fikir yanlışdır. Misal üçün, Elgün və Vüsal xitab elədim. Elgün və Vüsal, bəri baxın. Burada xitab elədim. Deyir ki, həmcins xitablar arasında işlənə bilir. Elgün və Vüsal həmcins xitabdır. İşlənə bildi. Bu yanlış fikirdir. Aydınlaşdırma tabesilik bağlayıcılarında heç biri həmcins sözləri bir-birinə bağlaya bilmir. Aydınlaşma tabesilik hansılardır? Yəni ki, məsələn, bunlar deyir ki, heç biri həmcins sözləri bir-birinə bağlaya bilmir. Doğru fikirdir. Bu ümumiləşdirici sözü bağlayır da onlar. Yəni həmcins sözlərlə ümumiləşdirici sözləri bağlayırlar. Deyir, həmcins sözlərin heç birini bir-birinə bağlaya bilmir. Həmcins sözlər bağlamır, amma ümumiləşdirici sözlərlə həmcins sözləri bir-birinə bağlayır. Sonra bu doğru oldu. Yanlışdan bitişik yazılan mürəkkəb bağlayıcılardan yalnız biri baş cümlədə işlənirsə, bitişik yazılan mürəkkəb bağlayıcılar çoxdur, amma baş cümlədə işlənən tabelik bağlayıcısı olmalıdır da. Tabelik bağlayıcılardan bitişik yazılanlarda bir dənə hərgahdır, hərgah. O da baş cümlədə yox, budaq cümlədə gəlir. Bu da budaq cümlədə gəlir və bu yanlış fikirdir. Burada deyir ki, baş cümlədə gəlir. İşlənərsə bağlayıcı vasitə olar. Sonra yaxud və yaxud sözlərin vergül işlənməsi eynidir. Yaxuddan vergül var, amma və yaxud da vergüldən istifadə olunmur. Bu yanlış fikirdir bu baxımdan. Deməli, yanlışın altında yanlışlar 3 yanlış, 4 yanlışdır. Doğrunun altında doğru, bir dənə 2 doğrudur burada. Cavabımız olur 2, 3, 4 A variantı.